edəcəksiniz, qəşəng olacaqsınız. Alın dolğusuna ehtiyacınız var, alnınızda. Yəni çökəklik var, yəqin ki bunu bilmirəm, özünüzdə hiss eləmişsiniz, eləməlisinizsə. Yo, bu gicgahdır. Düz alnınızın bax burası sizin çox çökəkdir. Onu eləsəz, yəni dəyişiminiz olacaq sizin. Neçə yaşınız var? 36. 36 yaşında. Bir dənə tək sizə 5 nöqtə eləmişəm, başqa heç nə eləməmişəm. Yəni dəyişim kimi bir şeylər istəyirsiniz. Əslində dolgu botoks istəmirəm. Hə, bax, siz mən deyirsiniz ki, keçən dəfə gələndə konsultasiya, yəqin ki, onda siz mən demişsiniz, dolgu botoks istəmirəm. Yox, heç ümumiyyətlə elə deyil. 5 nöqtəyə oturdum, getdim. İndiyə qədər heç vaxt olmadı. Yəni dolgu botoks istəmirsinizsə, başqa mənim edəcək bir şeyim də yoxdur, 5 nöqtəni də eləmişsiniz. Nə deyə bilərəm, məsləhət verir. İndi onu eləmək olar, bir də yoxsa? Bəli, bir ayını 25 gün, bir ay bu yana vaxt. Necə bir effekt görürüz 5 nöqtədə? Qəşəng, çox yaxşı. Nədir? Nəmləndirdi, makiyaj qəşəng görsəndi, şişə kimi oldu. Siftə bax şişə kimi oldu, bir 3-4 gün falan parım. Bəs siz indi nə istəyirsiniz, yəni deyirsiniz və nədən narazısınız üzünüzdə? Üzümdə yəni fikirləşdim bəlkə daha sizdə mən izləyirəm, orada F5 də var. Ümumiyyətlə onlar nə olduğunu bilmirəm. F5 var, egzason var. Yəni bunlar hamısı dəriyə qulluqdur, üzə qulluqdur. Yəni mən sizdə o dərəcədə də belə bir problemli dəri görmədiyim üçün mən elə sizə, bir də siz deyirsiniz mən botoks istəmirəm, mən dolgu istəmirəm. Ona görə də mən sizə 5 nöqtə məsləhət gördüm ki, həcm vermədən üzünüzə lifting verim, dərinizi nəmləndirim, rəngini bərabərləşdirim. O yüzden yəni 5 nöqtə sizə yəqin ki 25 gün öncə məsləhət görmüşüm. Yeni də 5 nöqtənizi edin, nə vaxtsa düşünsəniz dolgu, ilk birinci edəcəyiniz prosedur alın dolgusu olsun. Hə, mütləq yəni. Mən hər adama bunu demirəm də, yəni sizdə buna göstərişdə alnınızda çox çox. Yox, yaxşıdır, onlar yaxşıdır. Ya da dodağı eləyirsiniz. Ceyran göz məndə. Ceyran gözə göstəriş deyirsiniz. Əyləşin.